Bugün icmalını eləyəcəyimiz avtomobil sükan arxasında oturmağı sevənlərdən çox arxa oturacaq sevənləri maraqlandıracaq bir minivendir. Əslində bu avtomobilə bir miniven demək də düzgün deyil, çünki təkər üzərində olan bir biznes klassdır. Qarşınızda Xpeng X9. İlk öncə sizə Xpeng haqqında ümumi bir məlumat vermək istəyirəm. Kiçik bir məlumat verəcəm. 2014-cü ildə yaranan bu marka əslində bir avtomobil istehsalçısı kimi yaradılmamışdı. Müxtəlif elektronik əşyalar, ağıllı sistemlər yaradırdı. Daha sonra isə Çinin də həmçinin verdiyi subsidiyalar və müəyyən güzəştlərdən sonra artıq avtomobillər də istehsalına keçdi. Amma o sırf ənənəvi bir avtomobillər istehsal etmək istəmədi. Bir gadget kimi avtomobillər, sanki bir təkər üzərində olan bir gadget istehsal elədi və həmçinin nəinki belə kimi avtomobillər bir humanoidlərin də istehsalına başlayıb artıq. Nəinki Çində, bir çox ölkələrdə də artıq qlobal səviyyədə də artıq Xpeng X9 və yaxud da Xpengin digər modellərini rahat şəkildə görmək olur. Hazırda isə bizim qarşımızda bir minivan Xpeng X9-dur. Business class gadgetli təkərlər üzərində olan bir gadget belə desək və biz bunu detallı icmalını eləyəcəyik. Bu videoda isə sizə ilk öncə istəyirəm başlayayım bir eksteryer dizaynından və ön hissədən başlamaq istəyirəm. Kadrlardan görürsünüz, avtomobilin maraqlı bir dizaynı var. Sevənlər də var, sevməyənlər də var, amma göz öyrəşmək məsələsi var və bu avtomobilin əsas futuristik dizaynının xüsusi səbəbləri var. O səbəbləri mən sizə hər dəqiqələrdə bir-bir izah eləyəcəm. Eksteryer dizaynı ön hissədən baxdığımızda bizim burada bir light barımız var. Həmçinin gündüz işığıdır və animasiyalı bir işıqdır. Avtomobilin ön monitorundan, mərkəzi displeydən biz onu istədiyimiz formada tənzimləyə bilirik. Həmçinin fənərlərə baxdığımızda matrisalı bir fənərlərimiz var. Matrisalı fənərləri artıq biz bilirik ki, həmçinin gecə işıqlandırmasında öndən avtomobil və yaxud da insan gələndə özü uzaq vuran işıqları xüsusi olaraq onlara uyğun tənzimləyir. Yəni tam olaraq yaxın vuran işığa keçirtmir. Ona görə burada da matrisalı fənərlərdən istifadə olunub. Ön radiator barmaqlığı yoxdur desək də aşağı hissədə kiçik bir setka formasında biz radiator barmaqlığını görə bilirik. Çünki burada biz havalandırma üçün belə məsamələri görürük və bu da bizim radiatorumuzun havalandırması üçün kifayət qədər bəs eləyəcək bir məsafədir və bu hissədə biz lidar sensorları görürük. Duman əleyhinə fənərlərin yerində lidar sensorlar elə yerləşdirilib ki, avtomobilin ümumi dizaynını da pozmur və avtomobilin ön alın şüşəsinə baxsaq, maylı formada kifayət qədər böyük bir alın şüşəsini biz görə bilirik burada. Bunun da səbəbi var. Çünki bu avtomobilin sürtünmə əmsalı elə bir formada hazırlanıb ki, bu bir sportkar səviyyəsinə gətirilib çatdırılıb. Yəni sürtünmə əmsalı təsəvvür edin 0.227-dir. Və bu sürtünmə əmsalı ilə həm külək səsini minimuma endirilib, həm də enerji sərfiyyatı minimuma endirilib. Enerji sərfiyyatı deyirəm çünki bu avtomobil tam elektrikli bir avtomobildir. Yəni avtomobilin yan dizaynından da danışım, ölçüləri oradan da göstərəcəm sizə. Kosmik gəmi dizaynı var bu avtomobildə. Bu sözü əslində elə belə demirəm. Çünki Xpengin dizaynerləri bir Starshipdən ilhamlanaraq bu dizaynı hazırlayıblar. Ön alın şüşəsinə baxdığımızda alın şüşəsinin mailliyi, həmçinin gizli qapı sütunları və minivenlərdə görməyə vərdiş olmadığımız arxa alın şüşəsi. Çünki burada arxa alın şüşəsi də maillidir. Bu da təbii ki, aerodinamikaya xüsusi təsir edən bir nüanslardır. Və avtomobilin yandan dizaynına baxdığımızda ümumiyyətlə uzunluğu 5.3 metrdir bu avtomobilin. Eni isə 2 metrə yaxındır, hündürlüyü 1.8 metr. Və mən avtomobilin yerdən hündürlüyünü demək istəyirəm. 160 mm-dir avtomobilin yerdən hündürlüyü, amma bu tənzimlənə bilir. Çünki bu avtomobil pnevmatik askı sisteminə sahibdir. Ən maksimal 185 mm, ən minimumu isə 135 mm-ə qədər endirmək olur. Bu da təbii ki, sərnişindən rahat enib minməsi üçün olan bir funksionallıqdır. Bunu da rahat şəkildə tənzimləmək olur. Əlavə olaraq da maraqlı bir nüans arxa askı sistemimizdədir bizim. Çünki 5 dərəcəlik əlavə dönmə bucağına sahibdir. Təbii ki, fikirləşəcəksiniz ki, bu böyüklükdə maşını şəhər için necə sürüm və o sizə arxa askı sistemində köməklik olacaq. Bu 5 dərəcəlik dönmə bucağı təsəvvür edin 5.4 metrlik bir radiusa sahib dönmə bucağı verir sizə. Rahat şəkildə siz bu avtomobili həm şəhər içi, həm şəhərdən kənar istifadə eləyə bilirsiniz. Əlavə olaraq da bu avtomobilimiz elektromobil olduğu üçün bateriyası ilə bağlı məlumat vermək istəyirəm. GBT enerji dolumuna sahibdir və biz burada 2 ədəd GBT portlarını görə bilirik. Həm ev şəraitində, həm də sürətli stansiyalarda rahat şəkildə avtomobili enerji dolumu eləyə bilirik. 84.5 kW-lıq bir bateriyası var avtomobilin və real olaraq standartlara nəzər yetirsək, Avropa standartlarında bu avtomobil 610 km yaxın məsafə qət eləyə bilir.
Təbii ki, 2.6 tonluq bir avtomobil fikirləşəcəksiniz ki, bu qədər məsafə getməz, daha az gedər. Avtomobilin aerodinamikasında artıq siz özünüz görürsünüz ki, hava axını çox rahat şəkildə kəsə bilir. Gəlin keçək arxa tərəfə. Gəldik indi avtomobilin arxa hissəsinə. Arxa eksteryerinə baxdığımızda artıq maylı şüşəni rahat şəkildə görə bilirik. Aerodinamikliyi üçün yaradılmış bir dizayndır və stop işıqları da aşağı hissədə yer alır. Xpeng yazısı da belə LED işıqlı formada bir Xpeng yazısını görə bilirik. Həmçinin stop işıqları da, dönmə işıqları da, dönmə işıqları axan dönmə işıqlardır. Bunu indi kadrlardan görəcəksiniz. Bu formada bu hissədə bir LED barda yer alıb və geriyə hərəkət işıqlarımız isə aşağı hissədədir. Çünki avtomobilin arxa gövdəsi çox böyük olduğu üçün aşağı hissədə yerləşdirilib ki, həm işıq yolu rahat şəkildə işıqlandırsın, həm də arxadakılar rahat görə bilsin. Və biz burada 3 ədəd kamera görə bilirik. Bu kameraların hər birinin öz funksionallığı var. Misal üçün, soldakı kamera ön mərkəzi güzgünün həm də bir kamera formasıdır. İnteryerə keçdiyimizdə orada siz rahat şəkildə görəcəksiniz. Geriyə hərəkətdə biz bu kameradan artıq nəzarət eləyə bilirik. Bu isə bizim Xpeng avtopilotunun nəzarət kamerasıdır. Gəlin bagaj həcmini göstərim. Avtomatik açılan bir bagaj qapısı var. İstehsalçı deyir ki, 3-cü sıra oturacaqlar hətta açıq olsa belə, bu avtomobilin bagaj həcmi 756 litrdir. Və 3-cü sıra oturacaqları biz qatladığımızda 2500 litrə yaxın böyüyür bagaj həcmi. Təsəvvür edin, istədiyiniz əşyanı çox rahat şəkildə yerləşdirə bilərsiniz. Yəni, istədiyiniz əşya dedikdə giriş hissədə böyük olduğu üçün böyük əşyalarınızı da yerləşdirməyiniz mümkündür. Bu oturacaqlar, burada demək olar ki, avtomobilin hər bir detalı avtomatikdir. Hətta oturacaqların qatlanması belə buradan düymələrlə tənzimlənir və rahat şəkildə başlığımız enir və oturacaq artıq qatlanır. Hətta orta oturacağın başlığı belə elektron formada qalxıb enir. Və bagaj həcmində həmçinin pnevmanı idarə etmək üçün belə bir düymələr var ki, arxa hissəni aşağı və ya yuxarı hərəkət elətdirmək olur ki, biz yüklərimizi rahat şəkildə endirib mindirə bilək. Və geniş bir burada cibli də var. Həmçinin aşağı hissədə də kiçik əşyaları qoya bilməyimiz üçün balaca ciblərimiz də var. Əlavə olaraq da bagajda bir subwoofer da var ki, səs sistemi artıq buradan da rahat şəkildə idarə oluna bilir. Əlavə olaraq da 12 voltluq belə bir giriş yuvası da var ki, artıq biz kiçik əşyalarımızda enerji ilə təmin eləyə bilirik. Gəlin keçək salon hissəyə, çünki ön tərəfdə və arxa salonda da maraqlı detallar çoxdur. İnteryerə biz arxa oturacaqlardan başlayırıq. Çünki bir biznes sedan olduğuna görə bu avtomobilin arxa oturacaqları daha maraqlı. Daha sonra ön oturacaqlara keçəcəyik. Kifayət qədər çox funksionallıq var və rahatlıq var avtomobildə. Kapitan tipli oturacaqlardır, amma bitişik oturacaqlardır. Ara məsafə yoxdur. 3-cü sıraya keçmək üçün isə düyməmiz var. Qapını açdığımızda həmin düyməni basırıq və oturacaq qatdalanır. Artıq rahat şəkildə arxaya keçəcəyik. Arxadan da danışacağım sizə. Amma ilk öncə buradan danışım. Diz məsafəsini görürsünüz, kifayət qədər çox diz məsafəsi var. Burada bizi bir çox funksionallıqlar qarşılayır. Birinci növbədə sol tərəfindən başlamaq istəyirəm. Belə iki hissəyə ayırım bunu ki, rahat şəkildə sizlərə bütün funksionalları deyim. Əl tutan hissədə qapını açma, bağlama düymələrimiz var. Çünki rez tipli bir qapı olduğuna görə və avtomatik qapıdır. Daha sonra burada bizim bir düyməmiz var, qapı üzərində olan düymə. 21.4 düymlü bir ekranımız var. Çox böyük bir ekrandır, rahat şəkildə əyləşib ekranda müxtəlif həm oyunlar oynaya bilərsiniz, həm müxtəlif filmlərə baxa bilərsiniz və yola davam eləyə bilirsiniz və bu monitoru həmçinin biz bu formada bir pultla da idarə eləyə bilirik və pultun maraqlı bir dizaynı var. Burada da Xpeng'in logosu öz əksini tapıb və rahat şəkildə də idarə etmək mümkündür. Əlavə olaraq biz burada panoramik damı idarə eləyə biləcəyimiz bir düymə var və pərdə buradakı düymə ilə açılır. Və maraqlı bir dam quruluşu var avtomobilin. Ambient işıqlandırma öz yerində, monitorumuz, panoramik damımız, əlavə olaraq da kondisioner çıxışları da hər biri burada nəzərə alınıb və dinamiklərimiz də yer alıb ki, bir akustik sistemlə rahat səyahət eləyə bilək. Amma bununla təbii ki, bitmir funksionallıqlar. Mən istəyirəm panoramik damı bağlayım. Şüşəni açıb bağlama düyməmiz də buradadır və mənim digər videolarımdan da təbii ki, bildiyiniz kimi çox sevdiyim manual belə bir pərdə də mövcuddur. Qara şüşələrimiz öz yerində, pərdə də xüsusi bir estetika qatır. Əlavə olaraq sol tərəfimizdə bizim 50 wattlıq bir simsiz şarj cihazımız var, amma bundan da əlavə burada yenə də 60 wattlıq bir Type-C çıxışımız var və bir cibliyimiz var ki, telefonumuzu da buraya yerləşdirək. Avtomobilin bütün oturacaqları nappa dəri ilə üzlənmiş oturacaqlardır və isitməli, soyutmalı oturacaqlardır. Amma bu funksiyalar hardan aktivləşdirilir? Gəlin sizə göstərim. Bunu belə arxaya eləyirik və burada əlavə düymələr bizim qarşımıza çıxır. Həm havalandırma, həm soyutma, həm isitmə,
Əlavə olaraq da zero gravity oturacaqlar olduğuna görə biz düyməni bastığımızda artıq oturacaqlarımız 170 dərəcəlik bir formaya alınır və biz artıq bir növ uzanıqlı səyahət eləyə bilirik bu avtomobildə. Fikir verirsinizsə və ayaq hissələri də qalxır. Və bu formada istədiyiniz kimi rahat səyahət eləyə bilirsiniz. Təbii ki, əslində bundan daha artığını da eləmək olur. Onu artıq özünüz manual formada eləyə bilirsiniz. Bu həm sol oturacağa, həm də sağ oturacağa aiddir. Əlavə olaraq da burada belə bir funksionallıq da var. Bizim bir masamız da var burada. İstədiyiniz formada öz kompüterinizdə yerləşdirib rahat işinizi görərək də səyahət eləyə bilərsiniz və yaxud da yemək imkanı da verir. Funksionallıqlar bitmir ki, bitmir. Oturacaqlarda əlavə bir funksiyanı da sizə göstərəcəm. Masaj funksiyası. Buradan idarə etmə panelindən müxtəlif formada masajları biz idarə eləyərək rahat səyahət eləyə bilirik. Və aşağı, yuxarı, sağa, sola hərəkət elətdirərək bədənimizin istənilən yerindən, istənilən formada masaj funksiyonallığını qoşa bilirik. Burada isə kiçik bir cibliyimiz var, əlavə bir stəkan cibliyidir. Daha sonra gəlirik mərkəzi konsola. Mərkəzi konsola gəldiyimizdə bizi 10 litrlik bir soyuducu qarşılayır. Bu isə yalnız soyuducu deyil, həmçinin biz yeməklərimizi qızdıra da bilirik və buradakı düymələrdən istədiyimiz formada 0 dərəcəyə yaxın soyutma və 50 dərəcəyə yaxın isə qızdırma funksiyasını aktivləşdirə bilirik. Ümumiyyətlə, bu avtomobildə isidici, soyuducudan danışdımsa, kondisioner sistemindən də danışmaq istəyirəm. 2 zonalı bir klimat kontrol var. Amma bu 2 zonalı klimat kontrol ənənəvi avtomobillərdəki kimi deyil. Tamamilə fərqlidir. Avtomobilin ön hissəsinin kondisionerini idarə edən kompresor ayrıdır, arxa hissəsinə ayrıdır. Misal üçün, siz ön hissədə kondisioneri söndürsəz də arxa hissəni aktiv şəkildə saxlaya bilirsiniz və buradan da biz klimatımızı rahat şəkildə idarə eləyə bilirik. Həmçinin oturacaqlarımızın da isitmə, soyutma funksiyalarını idarə eləyə bilirik. Hazırda biz arxa oturacaqdayıq. Amma vərdiş olduğumuz arxa oturacaq yox. 3-cü sıra oturacaqda. Ənənəvi avtomobillərdən fərqli olaraq rahatçılığı kifayət qədər görmək olur. Ən azından diz məsafəsindən bunu görə bilirik. Baş məsafəsi də kifayət qədər boldur. 3 nəfər burada rahat əyləşib səyahət eləyə bilər. Avtomobildə bu sırada oturan sərnişinlər üçün əlavə funksionallıqlar da var. Misal üçün biz bu hissəyə baxdığımızda bir parçadan hazırlanmış maraqlı dizayn görürük və Type-C bir çıxış var, həmçinin stəkan qabı var və burada 2 ədəd düymə var. Az öncə də dediyim kimi avtomobildə mexaniki demək olar ki, heç bir funksionallıq qalmayıb. Hətta oturacaq başlıqlarına belə. Çünki o da düymə ilə tənzimlənə bilir. Əlavə olaraq da bir düymə də var. Bizim oturacağımız 176 dərəcəyə yaxın açıla bilir və biz rahat şəkildə bu formada səyahət eləyə bilirik. Həmçinin digər oturacaqları da bu formada nizamlaya bilirik. Gəldik sürücülərin sevimli məkanına, yəni sükan arxasına. Burada bizi nə qarşılayır? Minimalist bir dizaynda təbii ki, bu öz yerindədir, amma xüsusi maraqlı toxunuşlar var. İlk öncə mərkəzi ekrana baxırıq. 17.3 düymlük mərkəzi ekran və 10.2 düymlük sürücü alətlər paneli var. Təbii ki, sürücü alətlər paneli bizim rahatçılığımız üçündür. Bəzən olur ki, sürücü alətlər panelinin əvəzinə kiçik ekran və yaxud da oradakı məlumatların mərkəzi ekranda olması göstərilir. Amma burada təbii ki, sürücünün rahatlığı düşünülüb və mərkəzi bara baxdığımızda biz burada kondisionerin çıxışını görürük ki, bir maraqlı formada kondisioner çıxışı hazırlanıb, amma manual olaraq idarə eləyə bilmirik. Biz onu birbaşa olaraq ekrandan avtomatik şəkildə idarə eləyə bilirik. Həmçinin nəinki buranı, digər sol və sağ tərəflərimizdə olan hissələri də buradan avtomatik şəkildə idarə eləyə bilirik. Ön hissəyə baxdığımızda isə geniş bir hissəni görürük biz burada. Burada həm dəri, həm də parça işləmələr var və burada bir sensor da var ki, sürücü izləmə sensorudur. Bu adətən sürücünün yorğunluğunu ölçür. Əsnəyəndə, yorğunluq olanda artıq sizə birbaşa olaraq bildiriş göndərir. Sükana baxdığımızda dəri üzləmə bir sükandır. Burada tən ortada olmasa da Xpeng'in belə desək simmetriyanın pozulmuş formasında loqosunu görürük və düymələrlə idarə etmə də var. Həmçinin kondisionerdə sükandan birbaşa idarə eləyə bilirik. Sol tərəfimizdə şüşələri idarə etmə düymələri var, həmçinin qapını açıb bağlama düyməsi də var. Amma bununla da yekunlaşmır. Təbii ki, bizim burada bir qəza çıxışımız da var ki, avtomobildə hansısa bir enerji problemi olarsa, siz artıq manual şəkildə buradan qapını aça bilirsiniz və rahat şəkildə avtomobili tərk eləyə bilirsiniz. Və mərkəzi hissənin aşağı cibliyinə baxdığımızda burada geniş bir ciblik var. Təbii ki, USB və Type-C çıxışı, həmçinin 180 wattlıq bir əlavə enerji yuvası da var. 2 ədəd stəkan qabı var və qol altımızda da kiçik bir ciblik var ki, biz kiçik əşyalarımızı burada yerləşdirə bilirik. Bunu da göstərim sizə. Simsiz şarj cihazımız öndə də var və həm sürücü, həm də yanında əyləşən sərnişin üçün bu nəzərə alınıb. Arxa hissədə olduğu kimi ön hissədə də bir lük var. Açılmayan bir lükdür və manual pərdə ilə təchiz olunub. Kiçik də olsa
fərahlıq üçün mənə elə gəlir ki, sürücüyə lazım olan bir ehtiyacdır. Avtomobil 800 voltluq bir arxitekturaya sahibdir və yalnız bir mühərrikdən ibarətdir. Yəni arxa çəkən bir avtomobildir. 320 at gücü və 450 Nm tork hasil eləyir və bu gücdə olan bir avtomobil 0-dan 100-ə sürətlənməni cəmi 7.7 saniyə eləyir. Bəzilərinin üçün bəlkə də çox gələ bilər, amma sizə onu deyim ki, bir minivan və 2.6 tonluq bir avtomobil üçün kifayət qədər əla bir nəticədir. Təbii ki, bu avtomobildə təhlükəsizlik sistemləri də yüksək səviyyədə təşkil olunub. Adaptiv cruise control, zolaq tutma və ya siz hərəkət etdiyinizdə qəza əleyhinə sensorlar, həmçinin qəzadan yayınma üçün sükana müdaxilə belə var bu avtomobildə və avtopilotda getdiyiniz zaman qarşınıza hansısa bir heyvan və yaxud da insan çıxdığında belə avtomobili həmin qəzadan yayındıra bilir. Maraqlı bir funksionallıq da var ki, sürücünün başlıq hissəsində burada belə bir spikerlər də var. Rahat şəkildə siz həm bildirişləri, həm də naviqasiyanı birbaşa olaraq qulağınıza buradan rahat eşidə bilirsiniz. Sürücü və sərnişinlərin maraqlı bir xoş təravət hiss eləyə bilməsi üçün avtomobildə burada ətirlərimiz də mövcuddur. Düzdür, hazırda kapsulalar boş olsa da siz istədiyiniz ətri bura yerləşdirib artıq burada klimatdan həmin ətri istifadə edə bilirsiniz və xoş təravət verir avtomobilə. Avtomobilin mərkəzi güzgüsündən danışmaq istəyirəm, çünki ənənə halını almış bir güzgü deyil. Təbii ki, minivan olduğu üçün artıq biz güzgüdən baxanda arxa sərnişinləri görəcəyik. Ona görə bu avtomobildə bu da kamera şəklində yer alıb və kiçik bir monitorla təchiz olunub ki, siz rahat şəkildə arxadakı avtomobilləri görə biləsiniz. Xpeng X9-un detallı icmalını yekunlaşdırdıq və bu videoda siz artıq həm avtomobilin dizaynı, həm də texniki məlumatlarını öyrənmiş oldunuz. Əlavə suallarınız varsa şərhlər bölməsində də qeyd edə bilərsiniz. Üstəlik bu avtomobili əldə etmək üçün Xpengin Azərbaycandakı rəsmi distributoruna müraciət edə bilərsiniz. 8 il və ya 160 min kilometr zəmanətlə bu avtomobil sizə təqdim olunacaq. Növbəti videoda görüşərik.